Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Asko Arenadayıq və bugün Gənclər Liqasının mərkəzi oyununda Sabah Neftçi qarşılaşmasında komandamıza uğurlar arzuluyuruq. Heyətləri diqqətinizə çatdırmaq istəyərdim. Başlayaq meydan sahiblərindən. Sabahda qapını 81 nömrəli Rauf Eyyubov qoruyacaq. 23 komandanın kapitanı Emin Feyzullayev, 4 Rəşad Gülüşov, 6 Əhməd Darverdiyev. İndi isə Neftçinin heyəti. Komandamızda qapını Məhdi Həsənov qoruyur. 6 komandanın kapitanı Elfin Vəliyev, 2 Rəhman Şirinov, 3 Mehdi İsmailov, 4 Ayman Qəhrəmanov, 5 Kamil Həsənov, 7 Pünhan Qasımzadə, 10 Nicat Məhərrəmov, 11 Elşən Atakişiyev. Fərdə Lütfəliyevə saatına baxdı. Fit səslənir və Sabah Neftçi oyunu başladı. Uğurlar Neftçi. İrəli ötürmə Pünhan istiqamətində. Pünhan Qasımzadə cərimə meydançasındaydı. Pünhan yenidən daxil olur. Pünhan Qasımzadə ötürməyə imkan vermədilər. Ona mane oldular. Topu ala bildilər Sabah futbolçuları. Müdafiədə yaxşı oynayır Rəhman Şirinov. Ağcaha Mehdi. Ötürmə dəqiq alınmadı, amma Elvin təzyiq etdi, aldı topu, təmiz oynamışdı, qayda pozuntusu yox idi, sərt idi, amma qaydalar çərçivəsində idi. Elvin özü irəliyir, də topla Vəliyev baxdı qapıya, Elvin vurur, top qapıdan ralı keçir. Yaxşı çıxardı hücuma kapitan. Ötürmə dəqiq alındı, yaxşı çıxardı topu oradan, amma gecikdi komanda yoldaşı, top itirdi. Elvin Vəliyevdən sağ cinaha, Pünhana çatır top, Pünhan cərimə meydançasında Qasımzadə ötürmə etməyə çalışdı Əlibəy. Mahmudov ona mane olur və küncdən zərbə olacaq. İsmailov. Və artırılmış 4-cü dəqiqədə başa çatdıqdan sonra hakim birinci hissəni bitirir. İlk hissədən sonra hesab Sabah 0, Neftçi 0. Qapılara qol vurulmayıb, 0-0 hesabı ilə birinci hissə başa çatmışdı. Fit səsləndi, ikinci hissə başladı. Bir daha uğurlar Neftçi. Məhdi riskə getmədi, topu uzaqlaşdırdı oradan. İndi uzaqdan zərbə. Top qapına getdi. İzləyək təkrarını. Məhdi topu uzaqlaşdırmışdı. Samir Şərifov buradan qapını düşündü və çıxış etmirlər bu mövsüm. Bunda səbəbi var. İndi ötürmə qapı qarşısına və ikinci qol. Temkonun ötürməsindən sonra burada tək qalmışdı. Arda alt Neftçinin Nicat dərhal topu oyuna daxil etdi. Pünhan Qasımzadə buraxdı topu Tunar üçün. Tunar daha doğrusu Kamrandır burada. Kamran İsmailov cərimə meydançasında. Kamran gol! Oyuna yeni daxil oldu Kamran və ilk zərbəsi qolla tamamlanır 67-ci dəqiqədə. Sol ayaqla topu qapıdan keçirir Kamran İsmailov. 2-1. Gördü qapını, baxdı, vurdu topu uzaq küncə sol ayaqla və Rauf Eyyubov topa toxuna bilmədi. 2-1. Başda topa toxundu, topu uzaqlaşdırdı. Çox təəssüf, çox deyib. Bugün Neftçi yaxşı mübarizə apardı meydanda. Hörmətli izləyicilər, Asko Arenadan canlı reportajımızı başa çatdırırıq, yekunlaşdırırıq.